Ok yoxsa nok? Uru gülürüm, bu niyə gülürsən? Hır tutacaq mən biraz sevsəz. Ok yoxsa nok? Trendə uyğunlaşmaq. Ok, Kontenti yalnız satış fokus etmək. nok. Hər müştəriyə eyni strategiyanı qurmaq. Əlbəttə nok. Like azdır deyə kontenti silmək. Nok, ümumiyyətlə like-la bağlı son vaxtlar zaten ümumi bir düşüş var. Bizim müştərilər də bəziləri bunu soruşurlar bizdən və biz hamıya eyni şeyi izah edirik ki, like kontentin keyfiyyətindən asılı olmaya bilir. Müştərinin dizayna qarışması. Nok, amma təəssüf ki, Azərbaycanda məcburən ok olur. WhatsApp-da gecə yazan müştərilər. Ok, mən özüm də WhatsApp-da gecə yazıram, onun üçün ok. Rəqib belə edib, biz də belə edək gəlin, deyə müştəri. Nok, rəqib belə edib, biz daha yaxşısını eləməliyik beynində etdizəmişə. Nəticə önəmlidir, proses yox. Müştəri yönümdən ok, biz tərəfdən nok. Rəhbər işçilərlə məsafə saxlamalıdır. Nok, Rəhbər səhv etməməlidir. nok, İşçi rəhbərə rahat etiraz edə bilər. ok. Biz də sağ olsunlar, yəni mütəmadi qırırıq bir-birimizi. Durub sağlığını da çəkərsən. Zarafat edirəm. Aytaz, Problemlər açıq müzakirə olunmalıdır. ok. Örtülü bazar, dostluğu pozar. Onun üçün açıq və rahat olmaq lazımdır. İşçini daim nəzarətdə saxlamaq lazımdır. Nok. İşçini sərbəst buraxmaq lazımdır. Ona işçi olduğunu yox, bu işin sahibi olduğunu ötürmək lazımdır. O zaman o həqiqətən də işçi yox, işin sahibi kimi davranır. İşçilərə əlavə iş vermək normaldır. Ok, təbii ki, ok. Motivasiya puldur. Fərdi olaraq yanaşmaq lazımdır burada. Amma belə ok. Hər halükarda təməl motivasiya pula dayalıdır. Multitasking tələb etmək düzgündür. Ok. İndi multitask deyilsənsə, indi bazarda qalmaq çox çətin bir şeydir. İstər şirkət tərəfindən, istər fərd tərəfindən. İşçi işdən tez çıxa bilər. Ok, sağ olsunlar. Altını çox az görür bizim işçilər. Bu qədər. Bitdi. Təşəkkürlər. Qız 7-də çıxır. Hətta altın görmür də 7-də çıxır.